Qardaş, sən bunu özün qoydurmusan bura? Özüm bəli, əlavə olaraq quraşdırmışam, amma maşının özündə park radarı var. Bəli. Belə bir böyük bir avtomobil üçün bu daha məsləhətdir də, belə bir şey qoydurmaq. Deməli, bu bizim yük avtomobilin arxasıdır. Hal-hazırda avtomobil yüklüdür. Elə qardaşı yoldan çağırmışam ki, gəl bunu çəkək, çünki baxmaq istəyənlər var. Qardaş, bu nə qədər bax bu korobkadan tutur? 80 korobka 20 litrlik. 20 litrlik tutur. Bəli. Üstündə də 1 litr 25 korobkada 1 litrlik qablar var. 12 dənə litrlik həzm. Deməli 80 dənə bundan 10-12 dənə də bundan litrlikdən qoymaq olur. Amma baxın ha, bu həcmdir. Sonra orada nağıl danışmayın. 80 dənə bu 5 litrə eləyir 1 ton 600. Amma bunun çəkisi kitabında yazır 800 kiloqram. Yəni bu çox vacibdir. Mən sadəcə sizə ölçünü bilmək istəyirəm ki, bu cür 20 litrə bir korobkadan 80 dənə tutur. Amma 80 dənə bu eləyir 1 ton 600. Buna çox diqqət edin. Mən sizə hələ ki həcmi göstərəm. Amma kiloqram götürməyi kitabında yazır 800 düzdür. Bizimki həmişə bir az çox verir. Qardaş, sən nə qədər kiloqramla rahat sürürsən maşını? Rahat 1 ton 200. 1 ton 200. Deməli, qardaş da türklər deməli həddini aşır, amma 1 ton 200-ə qədər 1 ton 200 rahat gedir. Rahat gedir. Bəs yanacaq sərfiyyatı nə qədər? Yanacaq sərfiyyatı rayon yerinə rastda 5 litrdir. Boş vəziyyətdə, bəli, boş maşın. Dolu vəziyyətdə 5,5 litr, 6 litr arasında. Şəhərin içindəki yüklü vəziyyətdə 8 litr, boş vəziyyətdə 7 litr. İndi isə keçək hara avtomobilin oturacaq yerinə. Çünki başqa işləyimiz yoxdur. Avtomobilin bir dənə yandan açılacaq qapısı var, bir də avtomobilin sürücü hissəsi var. İndi görəcəksiniz ki, ora nə qədər komfortludur. Dostlar, bu da maşının sürücü hissəsi. Komfort həddindən artıq yaxşıdır. Eyni zamanda təbii ki, sürüş keyfi var burada. Qardaş, bunun rahatdırmı sürüş sənin üçün? Çox rahatdır. Çox rahatdır. Çox rahatdır. Sükanın idarə edilməsi, yəni rolun idarə olması yumşaqdır. Özü maşın çox yumşaqdır. Ümumiyyətlə insana yorğunluq vermir. Yəni yük maşını olmağına baxmayaraq heç bir narahatçılıq yoxdur. Bəs bu yan güzgülər sənə kömək eləyirmi ki, görüşü daha da genişlənsin? Bəli. O görünüşlər çox önəmlidir. Maşının böyrün baxmaqdan ötürü çox çox rahat. rahat. Qardaş, avtomobilin skorisi keçirmək nə cür? Yəni çox rahat, yumşaqdır. Çox yumşaqdır. Yumşaqdır, bəli. Yəni özü sanki elə lüks bir MPV idarə edir kimi. Bəli. Çox rahat maşındır. Bax, dostlar, yumşaqdır. Bax, bunu sizə izah eləmək istəyirdim. Yəni bu maşının sürəndə də, hətta yük tərəfini sürəndə də, çünki bilirsiniz ki, yük maşını çətin olur sürmək. Bunu hətta sürəndə belə sizə komfort verir. Ümumi desək, bu maşın bu qiymətə, bu yanacaq sərfiyyatı, bu ehtiyat hissəsi qiymətli və avtomobilin öz qiymətini nəzərə alsaq, bu qiymətə avtomobil yoxdur demək olar ki, bazarda. Keyfiyyətini də üstündən qoysaq ümumiyyətlə tapılmayacaq. Dostlar, biz buna bir dənə də əlavə edirik. Nəyi? Kredit və lizinqi. Əgər hər hansı bir şirkət bunu istəyirsə, almaq istəyirsə, əlimizdəki avtomobili verə bilərik. 2 günlük test sürüşü üçün yalnız şirkətlərə verə bilirik, götürsün, istifadə etsin, baxsın ki, onun işinə yarayır ya yox.